bugün sosial şəbəkələrdə qadınların aşağılanması, qadınların şantaj edilməsi məsələsi çox ciddi məsələdir. Çox təəssüf ki, sosial şəbəkələrdə bunun qarşısını almaq mümkün deyil. Cənab prezidentin ailəsinə dil uzanır. Belə şantaj xarakterli videolar yayılır. Özünə hörmət eləməyənlər cənab prezidentlə bağlı da heç xoşa gəlməyən paylaşımlar eləyirlər. Bilirsiniz ki, Azərbaycanı mütəmadi lağ obyekt eləyirdilər. Güya Azərbaycanı sevən qismində özlərini göstərirlər. Güya bunlar Azərbaycandan ötürü ölürlər əslində. Zərrə qədər vətən sevgisi olmayan insanlardır o insanlar. Vətəni sevmək, onun xalqını aşağılamaq, o torpağa dil uzatmaq deyil. Vətəni sevmək, vətəndaş olaraq birinci özünə hörmətindir. Və bunlar vətən sevgisi adı altında aşağılamadıkları adam qalmayıb. Antiterror tədbirlərində videolarını verib üzərindən şərh etmişdim. Bugün də öz aləmlərində ağızlarından çıxan bu qızıldan qiymətli dırnaq arasında sözlərlə məni söyməyə davam edirlər. Bir kişi bir qadına dil uzadırsa, o necə adamdırsa bilinir, üzərinə gəlməyəcəm. Elə adamlar var ki, həqiqətən onlar haqqında danışmaq o qədər mənasızdır, o qədər mənasızdır. Bu telefon var ha, oturursunuz qabağında şirə dönürsünüz, pələngə dönürsünüz. Belə özünüzə baxıb fəxr edirsiniz telefonla, telefon ekranına adam özünü qəşəng görür axı. O özünüzə qürrələnirsiniz. Görün indi nə edəcəm deyirsiniz ha. Unutmayın ki, o sözlərə görə cavab verəcəksiniz. Bahalı telefondan ucuz fikirlər işlədənlər çox çoxalır və elə bilirlər ki, onlar haqqında kimsə nəsə deyə bilməyəcək və addım ata bilməyəcək.